Very good. Allah Bakhtiyar Vahabzade poem. What's about you? Здравствуйте, ребята, как вы? О чем вы говорите? Здравствуйте, Зейнаб. Мы говорим о любимом поэте Бахтияр Вагабзаде. Да, я очень люблю поэзию нашего прекрасного поэта Бахtiyara Vagabzade. Uşaqlar, siz niyə Azərbaycan dilində danışmırsınız? Axı bizim öz doğma ana dilimiz var. Ana dilimizi sevmək, onu qorumaq, onu gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Biz ana dilimizi analarımızın laylasıyla sevmişik. Laylay dedim yatasan, qızıl gülə batasan, hardan gəlir bu səs sada? Bəlkə illər arxasından laylay çalır gəlin ana. Dörd bulacı bir yürüyüb bənd eləmiş kəhkəşana. Layla axır, çocuk baxır, bəs nə üçün mürgülənir? Baya ana südü əmir, indi ana ruhu əmir. Bəli, ana ruhu ilə, ana dili ilə bizim dilimiz inkişaf edir, doğma dilimiz. Savadsızdır. Adını da yaza bilmir mənim anam. Ancaq mənə say öyrədir, ay öyrədir, dil öyrədir. Ən vacibi dil öyrədir mənim anam. Bu dillə tanışam. Həm sevinci, həm də qəmi. Bu dillə tanışam. Hər şiirimi, hər nəğməmi. Yox, mən heçəm. Mən yalanam. Kitap sözlərimin müəllifi mənim anam. Dil açanda ilk dəfə ana söylüyürük biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südü ilə içirir ruhumuza bu dildə dilə-dilə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların hiddətindən, bu torpaqdan, bu yerdən, elin bağrından qopan yanıqlı nəğmələrdən, güllərin rənglərindən, çiçəklərin iyindən,